Salam və vaxtınız xeyir dəyərli izləyicilər. Xoş gördük əziz Azərbaycan dil ədəbiyyat həvəskarları. Mən Azərbaycan dil ədəbiyyat müəllimi Qabil Əsgərov. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağım. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs müəyyən qədər də olsa faydasını görmüş olacaq. Bugünkü izahım feilin təsriflənməyən formalarından feil sifət haqqında olacaq. Biz ümumiyyətlə əvvəlki dərslərimizdə məsələ haqqında məlumat verərkən biz feillərin nəyə görə təsriflənən, təsriflənməyən formalara bölürük. Bu haqda kifayət qədər məlumat verdik. Bugünkü izahında feili sifət mövzusunu danışarkən yenə o hissəni biz xatırladaq. Feillər şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişib-dəyişməməsi baxımına görə biz bunu şərti olaraq qruplaşdırdıq. Şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişən feillər, təsriflənən feillər, şəxsə, kəmiyyətə, bəzən də zamana görə dəyişə bilməyən feilləri təsriflənməyən feillər şəklində qruplaşdırılır. Bundan başqa, təsriflənməyən feillər feil ilə yanaşı ikinci bir əsas nitq hissəsinin xüsusiyyətini daşıyan feilin formasıdır. Təsriflənməyən feillərdən biz bugünkü izahımız feili sifət haqqında olacaq. Demək, feili sifət iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyacaq. Bir feilin xüsusiyyətini daşıyacaq, bir də sifətin xüsusiyyətini daşıyacaq. Biz təsriflənməyən formalardan danışanda qeyd elədik ki, feildən başqa ikinci nitq hissəsi nədirsə, təsriflənməyən feillər onun xüsusiyyətini daşıyır. Feili sifətlər, feildən başqa ikinci nitq hissəsi nədir? Sifətdir. Demək, təsriflənməyən formadan olan feili sifət, yəni burada feili sifət cümlə görə nə olur? Təyin olur, şəxs xəbəri şəkil çıxardır, xəbər olur. Sifət isimləşərkən ismin xüsusiyyətlərini daşıyır, mübtəda tamamlı xəbər olur. Feili sifətdə eyni qaydadır. Feili sifətdə cümlə üzrə görə, burada feildən başqa ikinci nitq hissəmiz nədir? Sifətdir. Sifət cümlə üzrə görə nə oldu? Təyin olur. Yenə də eyni qayda. Feili sifət cümlə üzrə görə təyin olur. Şəxs xəbəri şəkil çıxarır, xəbər ola bilir. Feili sifət də sifət kimi isimləşərkən ismin xüsusiyyətlərini daşıyaraq cümlə üzrə görə mübtəda tamamlı xəbər ola bilir. Bir daha qeyd edeyim ki, feili sifət iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Ümumiyyətlə, sifət qaydası hansı şəkildədirsə, ümumiyyətlə, bir sifəti necə seçildir? Cümlədə necə, hansı sualına cavab verən, istənilən hər hansı bir sözdür, bir şərtlə ki, özündən sonra feil gəlməsin. Tutaq ki, biz dedik ki, yaxşı insan. Hansı insan? Yaxşı insan. Demək, necə, hansı sualına cavab verdirsə, bu nə olur? Sifət. Sifət hansı şəkildədirsə, feili sifətdə demək olar ki, eyni qaydadır. Feili sifəti sifətdən fərqləndirən yalnız şəkilçilərdir. Hansı şəkilçilər olacaq? An, mış, dıq, mənsubiyyətlə olanlar, acaq, malı, bir də asıl. Əgər bu şəkilçilər varsa, demək, cümlədə necə hansı suala cavab verilir, bu şəkilçilər varsa, bu da olacaq nədir? Feili sifət. Yəni, sifətlə feili sifətin demək olar ki, cümlə üzvlərinə görə eyni olurlar, fərqli xüsusiyyəti ancaq biz şəkilçilərinə görə seçə biləcəyik. Bu feili sifətdir və yaxud da bu sifətdir. Bu şəkilçilər içərisində an, tutaq ki, deyirəm ki, oxuyan insan. Hansı insan? Oxuyan insan. Bu şəkilçilər içərisində an şəkilçisi indiki zaman məzmununu bildirir. Mış, dıq, keçmiş zaman məzmununu bildirir. Tutaq ki, deyirəm ki, yatmış insan. Hansı insan? Yatmış insan. Dıq mənsubiyyətlə olanlar. Mənim yazdığım, sənin yazdığın, burada əvəzlikləri qeyd eləməyək, yazdığım əsər, yazdığın əsər. Demək, dıq mənsubiyyətlə olanlar. Mənim yazdığım, sənin yazdığın, onun yazdığı, bizim yazdığımız, sizin yazdığınız, onların yazdıqları. Demək, belə deyək ki, yazdığım əsər. Demək, oldu nə? Yazdığım əsər. Hansı əsər? Yazdığım əsər. Dıq mənsubiyyətlə olanlar, acaq, malı, asıl. Yazılacaq əsər, yazılmalı
əsər, bir də yazılası əsər. Bunlar da oldu nədir? Fe'li sifət şəkilçiləri. Biz fe'li sifəti sifətdən yalnız şəkilçilərinə görə nə etmiş olduq? Fərqləndirmiş olduq. Bu şəkilçilər içərisində an, indiki zaman məzmununu bildirir, mış, dıq şəkilçisi keçmiş zaman məzmununu bildirir, acaq, malı, ası şəkilçiləri isə gələcək zaman məzmununu ifadə edəcək. Bundan başqa fe'li sifət şəkilçilərinin bəzi şəkilçilər var ki, onlar armoniyli xüsusiyyətlərinə malik olurlar. Tutaq ki, bu şəkilçilər içərisində, misal üçün, mış şəkilçisi həm fe'li sifət şəkilçisi, həm nəqli keçmiş zaman şəkilçisidir. Acaq şəkilçisi həm qəti gələcək zaman, həm fe'li sifət şəkilçisidir. Tutaq ki, malı şəkilçisi həm fe'li vacib şəkili, həm fe'li sifət şəkilçisidir. Ası şəkilçisi həm fe'li sifət şəkilçisidir, həm də fe'li lazım şəkilçisidir. Yəni, bunlar armonimli xüsusiyyətə malik olan şəkilçilərdir. Bu şəkilçilərdən biz hansıdır fe'li sifət və yaxud da hansıdır digər şəkilçi olduğunu biz bir-birindən necə seçmiş olacaq? Tutaq ki, deyirəm ki, filan bir uşaq nə eləmişdir? Yatmışdır. Baxın, əgər nə et, nə ol, bu sualın ardından əlavə edə bilirsə, tutaq nə etmişdir, yatmışdır. Əgər bu belə bir suala əlavə olunursa, burada fe'li sifət şəkilçisi deyil. Burada tutaq ki, nəqli keçmiş zaman şəkilçisidir. Və yaxud da yazacaqdır, yazmalıdır, yazasıdır. Yəni, burada qəti gələcək zamandır və yaxud da vacib şəkildir, lazım şəkilin şəkilçisidir. Fe'li sifət şəkilçisi olanda bu sifətin sualına cavab verəcək. Tutaq ki, deyirəm ki, yatmış insan. Hansı insan? Yatmış insan. Bu halda nə olacaq? Fe'li sifət şəkilçisi olacaq. Çünki sifətin sualına cavab verirsə, bu halda fe'li sifət olur. Yəni, burada nəqli keçmiş zaman olur. Digər şəkilçilərdə yenə eyni qayda ilə tapırıq. Yəni, nə et, nə ol sualını artırırsa, bu halda fe'li sifət şəkilçisi deyil, yalnız sifətin sualına cavab verirsə, bu halda fe'li sifət şəkilçisi kimi hesab etmiş olur. Bundan başqa, fe'li sifət şəkilçilərində ümumiyyətlə an şəkilçisi bəzən olur ki, tutaq ki, biz deyirik ki, ağlayan, bir də var, tutaq ki, ağlayan, ağlayan. Bəzən olur ki, biz bunları da bir-birindən qarışdırırıq. Nə zaman fe'li sifət şəkilçisidir, nə zaman fe'ldən sifət düzəldən leksik şəkilçisidir. Deyirəm, filan kəsin bir dənə uşaqdır. Yaman deyirsiniz ki, mənim ağlayan uşaqdır. Ümumiyyətlə, birində də deyirəm ki, filan kəsin bir dənə ağlayan uşağa bax, gör o niyə görə ağlayır. Əgər zaman anlayışı varsa, tutaq ki, bu dəqiqə ağlayan uşaq. Zaman anlayışı varsa, bu olacaq fe'li sifət şəkilçisidir. Fe'li sifət şəkilçisi nədir? Deyirəm ki, fe'li sifət ağlayan uşaq, bu dəqiqə ağlayır. Yəni, zaman anlayışı varsa, burada fe'li sifət şəkilçisidir, qrammatik şəkilçisidir. Ümumiyyətlə, filan kəsin uşağı yaman ağlayan uşaqdır, əlamət və yaxud da keyfiyyət anlayışı bildirirsə, bu halda leksik şəkilçisidir, fe'ldən sifət düzəldən şəkilçisidir. Bu da nə olacaq? Leksik şəkilçi olacaq. Fe'li sifət adətən iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Biz məsələdə qeyd eləmişdik ki, məsəl həm fe'lin, həm ismin xüsusiyyətini daşıyır. Fe'li sifətdə eyni qaydadır. Həm fe'lin, həm də sifətin xüsusiyyətini daşıyan, belə deyək ki, təsvirlənməyən formadır. Tutaq ki, fe'li sifət götürək, biz dedik ki, fe'li sifət. Bir dənə fe'li sifət dedik ki, oxuyan. Oxuyan. Bu oldu nədir? Fe'li sifət. Oxuyan uşaq. Bir dənə də sifət götürürəm, deyirəm ki, yaxşı insan. Bu da nədir? Sifətdir. Bir dənə də götürəcəm fe'li təsvirlənən formalarından, tutaq ki, oxu sözü və yaxud da yaz sözü. Bu da fe'lin nədir? Təsriflənən formasıdır. Fe'li sifətdə nədir? Təsriflənməyən forma. Biz məsələrin, belə deyək ki, fe'lə ortaq xüsusiyyətlərindən danışanda, yəni təsriflənən fe'lə ortaq xüsusiyyətindən danışanda hansı qaydaları qeyd eləmişdik? Yəni, hər ikisi leksik mənaya malik olur, hər ikisi qrammatik mənaya malik olur, hər ikisi təsdiq inkar, təsirli təsirsiz olur.
bir də ətrafına söz toplayın. Məslərin təsriflənən feillə ortaq xüsusiyyətləri hansı şəkildədirsə, feili sifətdə də demək olar ki, eyni qaydalardır. Bir dənə burada leksik mənaya malik olur ifadəsini silirik, onun yerinə yazılır, zaman anlayışına malik olur. Demək, istəyir feili sifət, istəyir təsriflənən formalar, hər ikisi zaman anlayışına malik olur. Yenə də bu şəkilçilərdən an şəkilçisi indiki zaman, acaq malı asır gələcək zaman, mışla dıq mənsubiyyət şəkilçisi olanda nədir? Keçmiş zaman məzmununu bildirir. Amma zamanlara görə dəyişmir. Yəni, belə deyək də, təsriflənən feili sifətlə təsriflənən feilin ortaq xüsusiyyəti hər ikisi zaman anlayışına malik olur, yerdə qalan xüsusiyyətlər də eynidir. Hər ikisi qrammatik mənaya malik olur, hər ikisi təsdiq və inkarda olur, təsirli və təsirsiz olur, hər ikisi ətrafına söz toplayır. Feili sifətin sifət ortaq xüsusiyyətləri hansılar olacaq? Hər ikisi isimlə bağlı olur, hər ikisi, misal üçün deyən, yaxşı insan və yaxud da oxuyan insan. Demək, hər ikisi, bir dənə feili sifət götürdük, dedik ki, oxuyan insan, birində də deyirəm ki, yaxşı insan. Düzdürmü? Hər ikisi, istəyir feili sifət, istəyir sifət. Hər ikisi isimlə bağlı olur. Hər ikisi isimdən əvvəl gəlir. Hər ikisi sadə düzəltmə mürəkkəbi olur. Hər ikisi nə olacaq? İsimləşəcək. Cümlə özünə görə də hər ikisi də demək olar ki, təyin olur. Yəni, bu nə olacaq? Feili sifətin sifətlə ortaq xüsusiyyəti olacaq. Biz sifət mövzusu haqqında danışarkən sifətin isimləşməsi qaydası var idi. Demək, sifət isimləşərkən adətən isimin xüsusiyyətlərini daşıyır. Tutaq ki, biz deyirik ki, qoca insanlar, dedik nə oldu? Qocalar. Yəni, sifətin isimləşməsi hansı şəkildədirsə, feili sifətin isimləşməsi də eyni qaydadır. Burada yenə də şəkilçilərə görə biz nə edirik? Seçmiş olacaq. Tutaq ki, biz deyirik ki, yatmış insanlar. Yatmış insanlar. İnsanlar, hansı insanlar? Yatmış insanlar. Burada biz bu şəkilçisinə görə dedik bu feili sifət şəkilçidir. Feili sifətin isimləşməsi yenə də eyni qaydadır, sifətin isimləşməsi şəklindədir. Feili sifətdən sonra gələn ismi biz ləğv edirik, yəni bunu silirik. İsmə məxsus qrammatik şəkilçilərdir, yalnız 4 dənəsi. Hansılardır? Cəm, mənsubiyyət, hal, bir də şəxs xəbəri şəkilçisi. Bu şəkilçilərdə qeyd edək, cəm, mənsubiyyət, hal, bir də şəxs və yaxud da xəbəri şəkilçisi. Bu şəkilçilərdən hər hansı biri varsa, əlavə edirik, feili sifətin yanına əlavə elədik. Bir də bu şəkilçinin aşağı hissəsində cümlə üzrə görə nədir? Mübtəda. Bu da keçir olur, nə olur? Mübtəda olur. Demək, yatmış insanlar isimləşəndə yatmış sözünü götürdük, ları da əlavə elədik, yatmışlar. Şəkilçinin altındaşı hansı cümlə üzrüdür? Tutaq ki, mübtəda. Deyirəm, yatmışlar. Demək, bu oldu nədir? Feili sifətin isimləşməsi. Bu, əgər tamamlıq olursa, yenə də eyni qaydadır. Yatmış insanları, hansı insanları? Yatmış insanları. Bunu sildik, bu şəkilçini əlavə elədik, oldu nə? Yatmışları. Bu da oldu nədir? Tamamlığı biz nə elədik? Feil sifətə əlavə elədik. Burada cəm şəkilçisini, hal şəkilçini əlavə elədik. Birində də deyirəm ki, yatmış insanlardır. İnsanlardır. Hansı insanlardır? Yatmış insanlardır. Burada insan sözünü ləğv elədik. Burada bu digər şəkilçiləri əlavə elədik. Demək, cəm şəkilçisi bir də şəxs xəbəri şəkilçisini feil sifətə əlavə elədik. Oldu nədir? Yatmışlardır. Demək, feil sifətin isimləşməsi o deməkdir ki, feildən sonra gələn ismi ləğv edirik. İsmə məxsus cəm, hal, mənsubiyyət, şəxs xəbəri şəkilçisi varsa, əlavə edəcək feil sifət. Bundan başqa, bu feil sifət isimləşərkən ismin xüsusiyyətlərini daşıyır. Sifətin isimləşərkən biz nə dedik? Hallarla, cəmlərlə, mənsubiyyətə görə dəyişir. Feil sifətdə eyni qaydadır. Yəni, ismin xüsusiyyətlərini daşıyır.
Amma nitq hissəsinə görə biz götürəcəyik nədir? Feil sifət. Yəni nədir? Feil götürəcəyik. Yəni biz bunu deməyəcəyik sifətdir. Yəni bu, belə deyək ki, feili sifət isimləşərkən və yaxud da biz deməyəcəyik bu isimdir. Bu isimləşərkən isimin xüsusiyyətini daşıyır, amma nitq hissəsi baxımına görə nə götürəcəyik? Feil sifət, yəni feil götürəcəyik. Bundan başqa feili sifət ətrafına topladığı, ümumiyyətlə ətrafına belə deyək, sifətin belə deyək ki, ətrafına sözlər toplayır, tərkib əmələ gətirir. Yəni, məsdər tərkib əmələ gətirir. Məsdər necə tərkib əmələ gətirirsə, feili sifətdə eyni qaydadır. Ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirə bilər. Tutaq ki, deyirik ki, gündəlik dərslərini yaxşı oxuyan Azər. Düzdürmü? Bax, deyirəm Azər. Kim Azər? Hansı Azər? Gündəlik dərslərini yaxşı oxuyan. Demək, burada an şəkilçisi nədir? Feil sifət şəkilçisidir. Ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirir. Bu olacaq nədir? Feil sifət tərkibi. Ümumiyyətlə, bir də feili sifətlərin tərkibinin fərqi ondan ibarətdir ki, misal üçün deyirəm, oxuyan. Bu feili sifətdir. Ancaq gündəlik dərslərini yaxşı oxuyan. 2 və daha artıq söz varsa, biz buna deyəcək feili sifət tərkibi. Demək, feili sifət haqqında da biz bacardığımız qədər məlumat verdik. Ümid edirəm ki, bizim bu dərslərin hər bir kəs üçün müəyyən qədər də olsa faydası olacaq.